Salam əziz şagirdlər, əziz abituriyentlər, hər birinizi xoş gördük. İlk öncə kanalımıza abunə olub bizlərə dəstək ola bilərsiniz. Əgər videolar sizlər üçün faydalıdırsa, ətrafdakı insanlarla da paylaşa bilərsiniz. Bugün əksəriyyətin daha doğrusu çətinlik çəkdiyi bir sözün tərkibinə görə təhlilinə baxacağıq. Qorxutmaq sözü, qorxutmaq. Qorxutmaq sözün deməli şagirdlər bəzən kök və şəkilçi ayıranda səhv edirlər. Təbii ki, dilimizdə qorxu ismi var. Qorxmaq feilindən qorxu ismi düzəlir. Şagirdlər də buna əsaslanıb sözün kökün qorxu, qorxut şəklində götürürlər. Amma bu yanlışdır. Biz bilməliyik ki, t şəkilçisi feildən feil düzəldən şəkilçidir. Yəni, burada qorxmaqdan qorxu ismi, təzədən qorxu ismindən qorxut feili düzələ bilməz. Ona görə qorxutmaq sözünü kök və şəkilçi yarananda qorxmaq feilindən qorxutmaq feili yaranır. Yəni, burada ut şəkilçisini birlikdə leksik şəkilçi kimi götürəcəyik. Yəni, t şəkilçisi feildən feil düzəldən şəkilçidir. İsimdən feil düzəldə bilməz. Bu tipli videoların davamını istəyirsinizsə, bir daha bizlərə dəstək ola bilərsiniz. Sağ olun.